Bu videonu kəsr sayıları, sıra sayıları və ismin, daha doğrusu sayın isimləşməsi mövzusu ilə bağlı çəkirəm. Bir sayı keçəndə qeyd edək ki, sayın mənaca 2 növü var. Miqdar sayı, bir də sıra sayı. Miqdar sayının isə 3 növü var. Müəyyən, qeyri-müəyyən və kəsr sayıları. Əgər bizə testdə desə ki, cümlədəki miqdar sayılarını göstərin, biz orada həm müəyyəni, həm qeyri-müəyyəni, həm də kəsr sayını göstərə bilərik. Amma konkret müəyyən və yaxud qeyri-müəyyən desə, burada həmin növə aid olanı götürəcək. Yəni buna diqqət edək. Bəzən testdə verir ki, miqdar sayı işlənmiş cümlə. Deməli biz burada həm müəyyəni, həm qeyri-müəyyəni, həm də kəsr sayını götürə bilərik. Çünki hər üçü müəyyən miqdar sayının növüdür. Bu qısa bir qeyd olsun və biz müəyyən miqdar sayılarından bugün kəsr sayının izahına baxacağıq. Kəsr sayıları ilk öncə deyəcək ki, tamın hissəsini bildirir. Yəni tam miqdar bildirmir, konkret miqdar bildirmir. Tam və ya tamın hissəsini bildirir. Kəsr sayıları quruluşca necə olur desəm, deyəcəksiniz ki, təbii ki, ancaq mürəkkəb olur. Biz bundan öncə öyrənmişdik müəyyən miqdar sayıları. Müəyyən miqdar sayıları quruluşca necə olurdu? Öz cavab verin. Müəyyən miqdar sayıları sadə olurdu və mürəkkəb olurdu. Sadə 5, mürəkkəb 15. Qeyri-müəyyən miqdar sayıları quruluşda neçə cür olurdu desəm, yenə bir neçə saniyə gözləyirəm. Özünüz öz cavabınızı deyin. İndi mən cavabı deyəcəm, ondan da uyğunlaşdırın. Deməli, qeyri-müəyyən miqdar sayıları isə quruluşca 3 cür olurdu. Həm sadə, az, çox, xeyli və s. düzəltmə çoxlu, daha doğrusu azacıq, minlərlə, larla, larca ilə düzələnlər. Mürəkkəblər də 2 cür olurdu. Əsl mürəkkəb az, çox, 3, 5 və s. Bir də tərkibi mürəkkəb olan bir qədər, bir sıra və s. Bu da bunların quruluşu. Kəsr sayı isə quruluşca ancaq mürəkkəb olacaqdır. Sualları nədir? Neçə, hissə və yaxud da ki, nə qədər? Deməli, 2 dənə sualı var. Neçə hissə və nə qədər? Kəsr sayıları qeyd elədik, ancaq tərkibi olur və müəyyən miqdar sayına dadə yerli hal şəkilsi artırmaqla düzəldir. Məsələn, 3-də 5, 7-də 3-də 5. Bu şəkildə yazılır. Yəni quruluşca mürəkkəbdir, çünki 2 dənə mürəkkəb sayı vardır. Və kəsr sayılarından sonra gələn isimlər təkdə olurlar. Deməli, kəsr sayıları tamın hissəsini bildirir, quruluşca mürəkkəb olur, neçə hissə, nə qədər sualına cavab verir, müəyyən miqdar sayına dadə şəkilsi artırmaqla yaranır və bəzən mənsubiyyət şəkilsindən də yarana bilir. Buna da diqqət edək ki, məsələn deyirəm ki, 3-ün 5-də 1 hissəsi məsələn desək, burada 3-ün 5-də 1-i desək, burada da mənsubiyyət şəkilsinin köməyi ilə yaranacaqdır. Gəlir sıra sayıları. Sıra sayıları necə yaranır? Deyəcək ki, müəyyən miqdar sayını. Müəyyən nə idi? 5, 10, 15 və s. Üzərinə ıncı şəkilçisi artırmaqla yaranır. Deməli, şəkilçi artırmaqla yarandısa, bu avtomatik sadə olmaq ehtimalı sıradan çıxır. Quruluşca ya düzəltmə olur, 5-ci, ya da mürəkkəb olur, əgər 2 dənə sayı varsa, 15-ci. Və sıra sayıları neçənci, bəzən də hansı sualına cavab verə bilir. Quruluşca da qeyd elədik ki, düzəltmə və mürəkkəb olur. Sıra sayılarından sonra gələn isim həm təkdə, həm də cəmdə ola bilir. Burada heç bir problem yoxdur. 5-ci yazılanda bu şəkildə biz onu rəqəmlə yazsaq, 5C yazacaq. Buna testlərdə necə rast gələ bilərik? Testdə bizə deyəcək ki, hansı sayın yazılışında bir şəkilçi ixtisar olunub, yazılmayıb. Yəni, burada in şəkilçisi ixtisar olunur, yazıda yazılmır. Əgər biz bunu 5 inci kimi yazsaq, bu yanlışdır. Çünki buradakı inci olmamalıdır, 5C yazırıq. Və ya rum rəqəmləri biz 5 yazsaq, 1 yazsaq, bunların yanında da C yazmaq olmaz. Bu da yenə norma pozuntusu hesab olunacaqdır. Sayıların növləri haqqında bu qədər. Sayın isimləşməsi. Sayın isimləşməsi demək olar ki, sifətin isimləşməsi kimidir. Yəni, sifətlə ortaq cəhətlərindən biri də budur ki, isimləşməsi. Say da yanındakı ismi itirdikdə isimləşir və isimləşir, ismin sualına cavab verir, isim kimi hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir və isim kimi cümlədə mübtəda, xəbər, ismi xəbər və tamamlıq olur. Məsələn, biz normalda bayaq dedik ki, 5-ci siniflər. Burada 5-ci saydır, sinif isə isimdir. Bu yanındakı ismi yenə sayda olduğu kimi itirəcək və onun əlamətini özü daşıyacaq. Deyəcək ki,
beşincilər gəldi. Bir deyirəm 5-ci siniflər gəldi. Sual verəcək ki, neçənci? Bu burada say öz funksiyasındadır. 5-cilər gəldi, kim gəldi və ya kimlər gəldi? Artıq ismin sualına cavab verib, amma isim olmayıbdı. İsimləşibdi, say olaraq qalacaqdı. Bu sıra sayının isimləşməsi. Və yaxud da ki, deyə bilərik ki, müəyyən miqdar sayları da isimləşə bilir, ancaq sıra sayları yox. Məsələn, deyirəm ki, 5 rəqəmindən 3 rəqəmini çıx. Burada 5 sözü saydır, rəqəm isimdir. Biz burada yenə bunun ismini itirsək, 5-dən 3-ü çıx dedikdə, yenə burada da 5 və 3 ismi, 3 sayı isimləşmiş olacaqdır. 5-ciləri çağır. 5-cilər gəldi mübtədə olacaq. 5-ciləri çağır mübtədə olacaq. Gələn 5-cilərdir. Burada isə xəbər olacaqdır. Və say söz yaradıcılığında çox geniş istifadə olunan bir nitq hissəsidir. Məsələn, bir, elə inci desək, birinci, saydan say düzəlir. Ümumiyyətlə, saylar ancaq saylardan düzəlir desək yanlışdır. Elə sıra saylarında bir də var idi ki, əvvəl, axır, son və filan sözləri vardı ki, bunlara da ıncı artırsaq, ıncı, inci, əvvəlinci, axırıncı, sonuncu, filanıncı sözləri də say olduğunu unutmuruq. Saylar adətən saylardan yaranır, amma bu 4 dənə istisnamız var ki, bunları da biz əvvəl, axır, son, filan sözlərindən yaranan saylarımız da var. Deməli, birinci saydan yaranan say oldu. Deməli, yeni bir söz yaratdı. Birlik desəm, bir sayından birlik ismi yaranıb, çoxluq ismi yaranıb. Mütləq diqqət edin. İsimləşmə suallarında çoxluq, azlıq və s. çoxluq azlığa tabe olmalıdır. Bu isimləşmə deyil. Sadəcə çox sayına leksik şəkilçə artırmaqla biz yeni bir nitq hissəsi düzəltmişik. Bu isimdir. Və yaxud da ki, çox almaq. Yəni saydan feildə düzəldə bilərik. Və bəzi saylar var ki, məsəl üçün 80 və 80 sayları bir-birindən sinonimdir və anonim olan saylarımız var ki, və sayların əksəriyyəti demək olar ki, millidir. Sadəcə bir neçədən sıfırdır, 80-dır, milyondur. Bunlar alınma saylardılar. Və saylar dediyim kimi anonim saylara baxsaq, məsələn 1000, bir var deyirəm ata 1000, bir də var ki 1000 rəqəmi. Bir, elə bildiyimiz kimi bir ədat olaraq var, bir də var elə say olaraq var. Daha sonra 80, bir var 80mək, diksinmək feili, bir də 80 sayı vardır. Ona görə sayın həm söz yaradıcılığında iştirakı və sayın anonim kimi işlənməsini də xüsusi nəzərimizdə saxlamalıyıq.